videonu görmək istəyirsinizsə, videonu bəyənin və ən əsası kanala abunə olun. Salam dəyərli izləyicilər, xoş gördük hər birinizi. Hər birinizin hər vaxtınız xeyir olsun. Biz Seydimili kəndindəyik. Bir neçə gün öncə bu bacımıza yardım gətirmişdik. Xeyriyyətçi qardaşlarımız tərəfindən. Təşəkkür edirəm hər birinə. Və bugün də bura gəlişimizin səbəbi bizim gözəl xeyirxah qardaşımız, Ordubatlı Elsəvər qardaşım. Təşəkkür edirəm sənə. Məndən xahiş elədi ki, o bacımıza ət alıb aparıb verərsən, 1000 rubl o göndər. Təşəkkür edirəm qardaş. Allah qazancına bərəkət versin, Allah canını sağ eləsin. Xoş gördük qardaş. Bunu Ordubatlı Elsəvər qardaşımız göndərib, mal ətidir. Xahiş edib ki, o bacımıza ət alıb aparıb verərsən. Allah ruzi bərəkətin bol eləsin. Allah canı sağ eləsin. Sağ olsun, Allah canı sağ eləsin, Allah başından töksün. Amin. Allah özü kömək olsun eləyənlərə. Çox sağ olun, çox sağ olun. Bir də dəyərli izləyicilərimiz bir şey vurğuluyum. Bacımızın əlinin birində problem var, əli yanıbdır. Elə biz gələrkən burada özümüz şəxsən elə şahid olduq. Kapron vannada paltar yuyurdu, həqiqətən çox əziyyət çəkirdi. Bu bacımıza imkanlı qardaşlarımıza buradan səslənirəm. Bu bacımıza bir dənə balaca, bir dənə paltar yuyan maşın. Kimin gücü nəyə satırırsa köməklik eləsin. Bu bacımıza bir dənə paltar yuyan maşın alaq. Əlində problem var. Həqiqətən çox əziyyət çəkir. Yəni bu oruçluq ayında ən böyük səbəblardır da. Biz gördüyümüz işlər hamısı göz qabağındadır. Həmişə bir acın qarnını doyurmaq, həmişə bir kasıbın yanında olmaq, yəni Allah qarşısında özü Allah mükafatını verir. Buradan bütün Azərbaycan xalqının oruçluq bayramı münasibəti ilə təbrik edirəm. Bayramınız bir daha mübarək olsun. Allah canınızı sağ eləsin. Totu nətərdir? Sağ olun qadınlarımız. Allah ömrünüzü eləsin. Totu ağıllı qızdır. Səma balamız, elə? Adı yadımdan çıxmadı, qardaşım qızım da adı Səmadır. Allah saxlasın. Allah yardım eləyən hər bir kəsin canı sağ eləsin. Amin Allah. Allah ömrünü uzun eləsin. Bu oruçluq günlər istəmişəm. Allah özü kömək olsun. Eləyənlərin Allah başından töksün. Amin, amin. Allah canlarını sağ eləsin. Allah sizin də ömrünü uzun eləsin. Çox sağ ol bacı, halal xoşun olsun. Allah özləri kömək olsun. Çox sağ olun, minnətdarım. Sağ olun qadınlarım. Təşəkkür Çox sağ edirəm. olun. Hər kəs ki, əlin cibinə atıb, həmişə bir kasıbın qəlbini açır, həmişə bir kasıbı sevindirir, həmişə bir kasıbın ocağın yandırır. Gözə görünməz Allah Taala onları qorusun. Amin Allah, Qürbətdə yaşayan amin Allah. Azərbaycanlılarımızı Allah qorusun. Amin Allah. Mən Allah istəyirəm özü ki, kömək olsun. Bu bacımıza bir dənə paltar yuvana xahiş edirəm. Əgər kimin imkanı nəyə satırırsa, yəni bahalı özü yuyub qurudandan yox. Yəni yüngül barı da yox, bahalı istəmirəm. Allah canlarını sağ eləsin. Paltar yuyanlar olur, ondan istəyir ki, bacımız, yəni həqiqətən əlin bunun yaxından çək, Rövşən qardaşımız. Bax, əlin yanıbdır elə. Hə. Əli yanıbdır, açılmır da ondan. Yox, yox, deyələ budur. Bu da bunu tut. Bu əlimə bax, buna bax. Allah kömək. Sağ olun qadınalaram, Allah canınızı sağ eləsin. Allah şəfasını versin. Sağ ol qadınım, amin Allah, amin Allah. İndi inşallah Allahın izni ilə mən əminəm ki, bizim bu videomuza baxan gözəl, xeyirxah qardaşlarımız, xeyirxah analarımız, bacılarımız. Olar ki, onlar kiminsə evində, məsələn, kapron paltar yuyan olar, onu işlətməz, təzəsin alar, o özü yuyub qurudan da. Yəni, heyləsi olsa da desinlər, gedək gətirək, mikro avtobusumuza qoyaq, götürək gələk, baxı verək bacımıza. Elə hər o paltarı yuduqca onu yollayana bacımız dua eləyər inşallah. İnşallah, inşallah. Allah canlarını sağ eləsin. Sağ olun. Sağ olun. Elsəvər qardaşım, sənə də bir daha öz minnətdarlığımı bildirirəm. Mənim Kərbəlayı qardaşım, xeyriyyətçi qardaşım. Ordubat rayonunun Dəstə kəndinə, buradan qucaq dolusu salamlarımız var. Bütün Ordubatlı dadaşları salamlayıram. Allah canlarını sağ eləsin. Allah ömrünü uzun eləsin. Həməşə Allah başından kasıbların yanında olurlar.
Təşəkkür edirəm. Sağ olun qadın. Oldu bacı, sağ olun, Oldu. şirin Sağ ağızdan olun. yiyin. Sağ Baxın, olun. bu günlərim o əti də Ordubatlı Kərbəlayı qardaşımız Allah göndərdi. canı sağ eləsin. Allah ömrünü uzun eləsin. Çox sağ olsunuz. Elsəvər qardaş, öpürəm səni. Çox sağ ol, minnətdaram, təşəkkür Sağ edirəm. olun qadın.